İmişlidə də faciəvi hadisə baş verib. Burada 5 yaşlı uşaq ağır texnikanın altında qalaraq həyatını itirib. Hadisə rayonun Rəsullu kəndində baş verib. Təfərrüata baxacağıq. Uşaq da yesirlə çıxıb maşının qabağında da əzilib. Sonra vəfat edib. Necə xəbər tutdunuz? Ben işten geldim, qıya çıxdım evdən. Geldim, gördüm artıq gecdi. Sizin nəyiniz olurdu? Mənim qardaşım oldu. Qardaşlar. Məktəbə gedirdi yoxsa yox? Yox. 5 yaşlıydı, elə gələn gecəydi. Hazırğa gedir. Bəli, hazırğa gecəydi. Hadisə yerində keçirmiş yoxsa xəstəxanaya Yox, xəstəxanada. Çox təəssüf. Belə anlaşıldı ki, uşaq qəfil velosipedlə texnikanın qarşısına çıxıb və bu anda qəza qaçılmaz olub. Və daha sonra hadisə bax belə bir faciəvi sonluqla yekunlaşıb. Ona görə də doğrudur, bəzən faciənin və yaxud da ki, qəzanın harda və nə formada gələcəyini insan özü də sığortalaya bilmir. Əks halda onun qarşısını almağa çalışardı. Bəzən məsələn, məhəlli yollarda və yaxud da ki, müəyyən bir bu kimi kənd küçələrində, yollarında bəlkə də avtomobili daha ehtiyatla idarə etməyimizdə, istər texniki qurğular olsun, traktor olsun, bu kimi vasitələri belə daha ehtiyatlı formada davranmağımızda fayda var, amma ola bilər ki, şəxs özü də elə ehtiyatla davranırmış, yolu sadəcə olaraq gedirmiş və uşaq qəfil yola çıxıb və yaxud da qəfil velosipedlə onun hərəkət etdiyi yolun hərəkət hissəsində daxil olub və bu hadisə də qaçılmaz olub. Hər halda qohumlarının dediyindən belə anlaşıldı. Allah ailəyə səbir versin.